Görə niyə bu mağazada qiymətlər bu qədər bahadır? Karacayla, Emsonla, Madame Coco'yla eyni tipdə və keyfiyyətdə mağazalardır. Amma buranın qiymətləri onlardan qat-qat çoxdur. Düzü satıcı xanım məni addım-addım izlədiyinə görə utandım. Hər şeyin qiymətini ayrıca çəkə bilmədim. Amma çalışdığım qədərilə sizə qiymətlərini göstərirəm. Məsələn, bu bakal dəstlərinin üzərində yazılan qiymət sadəcə 6 ədədi üçün nəzərdə tutulub. Yəni 6 ədəd üçün 200 neçə manatdansa 100 neçə manata endirilib. Bu da endirimli malların olduğu hissə. Bu güllərin qiyməti isə təxminən bir ədədi 10 manat civarı idi. Bu normal gəldi mənə, çünki çox mağazalarda belə güllərin qiymətləri bu civarda olur. Bu səbətlərin keyfiyyətini çox bəyəndim, amma təəssüf ki, qiymətini görə bilmədim orada. Amma mən bu yaxınlarda Madame Coco'dan sifariş